Məncə insanlardan biz normalda da onlara vəhşilik eləmədən də onların qanını içə bilərik. Siz pissiniz, siz insanları bizi biabır eləyirsiniz. Qutar bəzi insanlar var ki, bizdən daha çox qan içəndir. Sən doğulanda mənim qabağıma gələn həkimlər bilirsən nə qədər qanım içdi mənim. O gəldi ki, pul ver, bu gəldi ki, pul ver. Belə şey olar, belə haqsızlıq olar. Ya orada deyir ki, şeydir, nə bilim, haqsızlıq elədi, şey elədi. Mən də getdim olan qanını içdim, şot olduq. Hələ bir insan var idi, mən ondan bir şərkinə bir obyekt açdım. İnanırsan ki, o qədər yerdən gəldilər, o qədər yerdən gəlib qanımı içdilər ki, axırda məcbur qalıb obyekti bağladım. Onlardan da raşotolarında qanı içərdin onlardan. İçdi mi? Amma raşot olanmadım ha. Onlar məndən daha çox içdilər, mənim qanımı. Məcbur qalıb obyekti bağladım. Mən sizin kimi olmaq istəmirəm. Mən gedəcəm, öz dişimin üstündə dayanacam. Bizdən olub biz oxşamayan. Gedəcəm insanları deyəcəm, xoşluqla mənə qan verəcəklər. Всё. Ne işin var? Bax, uşaqla çıxdı, getdin də avara kruqa qoşulacaq. Ondan sonra da gedəcək, onların qarnı içəcək, dişimi də düşüb tanışır. Neyse, içəcək onların qarnını, sonra qarnın arasına düşəcək, mən gedim uşağımın dalından. Bunların yeriməyinə zadına bax. Sizin taylarınız yarası olub göydə açır.